qiyamətdə bir döngə var ki, orada insanların haqları soruşulacaq. Haqlar. Bir ən çətin an budur ki, əlvi qaldıracaq, kimin bundan nə tələbi var gəlsin. Onda insan yerin altına girmək istəyəcək. Qeybətlərin hesabını cəmaat istəyəcək səndən. Danışdığın sözlərin hesabını, qəlb sındırmısan onların hesabını. Hamısını istəyəcəklər. Bir arif deyir ki, Allah ərhəmər rahimindir oğlum, oğluna deyir. Allahla öz hesabın asan olacaq, amma cəmaat ərhəmər rahimin deyil. Cəmaat rəhimlərin rəhimlisi deyil. Cəmaat haqqını istəyəcək. Özdə halal elə qardaşım, burada deyirlər, nə gəl deyilirsə ki, halal elə qardaşım. Mən də deyirəm, mənə müraciət eləməyə heç ehtiyac yoxdur. Mən halal eləmişəm hamısını. Hamısını halal eləmişəm, amma yenə də axı, başqasının halal eləməklə deyil. Bir dənə söz danışırsan ki, 100 adam bir-birinə vurursan, 100 adamın ürəyinə şək toxumu səpirsən. Yaxşı, mən halal elədim, heç qapıma gəlməsən də olar. Mən elan edirəm yenə də, hamını halal edirəm. Amma orada bilmirəm. Orada deyəcək, halal elə qardaşım, deyən görə gətir bura namazlarından. Necə halal elə? Mənim saat bir namaza ehtiyacım var. Peyğəmbər soruşdu, müflis kimə deyirlər? Dedilər, mala əlindən çıxana, dedi, yox. Müflis o adamdır ki, savab dolu dəftərlə gələr qiyamət günü. Elədiyi cəmaata vurduğu ziyanların əvəzində birinə namazından verər, birinə orucundan. Deyərlər, qeybət eləmsən, namazı verər, deyərlər, haqqını tapdalamsan, orucun verər. Axırda qalar 50